Dövlət Neft və Sənaye Universitetində Risk və Davamlı İnkişaf adlı beynəlxalq konfransın açılış mərasimi keçirilib. Konfransda yerli və xarici alimlər, tədqiqatçılar və mütəxəssislər iştirak ediblər. Tədbirdə risklərin idarə edilməsi, texnoloji və ekoloji təhlükəsizlik, davamlı inkişaf strategiyalar kimi aktual mövzular müzakirə olunub. Sabah da davam edəcək konfrans çərçivəsində iştirakçılar elmi təqdimatlar edərək müxtəlif sahələrdə risklərin azaldılması və davamlı inkişafın təmin edilməsi ilə bağlı təcrübə və ideyalarını bölüşüblər. 20-dən artıq ölkədən 200-ə yaxın professor, tədqiqatçılar yığılmışdır, yəni konferansda iştirak edirlər. Onların arasında çox tanınmış insanlar var. Hal-hazırda konferansda 2 Nobel mükafatı almış alim iştirak etməkdədir. Onların da bu risklərin idarə olunması sahəsində çox geniş təcrübələri var. Əlavə olaraq Böyük Britaniyadan, İtaliyadan, Vyetnamdan, Koreyadan və digər ölkələrdən, Nigeriyadan, müxtəlif Avropa ölkələrindən, demək olar ki, bütün qitələrdən mütəxəssislər iştirak etməkdədir. Dünyanın 38 ölkəsindən alim və mütəxəssisləri, onların hər biri bu risk məsələsinin müxtəlif aspektlərindən elmi məruzələr eləyəcəklər. Bizim Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, başqa universitetin müəllimləri, professor müəllim heyəti bu şeyləri öz üçün öyrənəcəkdir. Burada olmaq və Vyetnamın təbii fəlakətlərinin idarə olunması strategiyasının yenilənməsi sahəsində əldə etdiyim təcrübəni sizinlə bölüşmək mənim üçün xoş oldu. Eyni zamanda bu konferansdan digər ölkələrin, xüsusilə də Azərbaycanın təcrübəsini öyrənərək, onları vətənimə aparmaq və həmkarlarımla bölüşmək arzusundayam. Konferansın ideyası və onun təşkilatı hər cür təqdirə layiqdir. Çünki mövzu son dərəcə aktualdır və zaman keçdikcə daha da aktuallaşacaq. Mən inanıram ki, qarşıdakı 2 gün ərzində biz bu elmin və onun sənayedə, elmdə, təhsildə və ümumiyyətlə həyatdakı praktiki tətbiqlərinin inkişafı üçün çox işlər görəcəyik. Bu tədbir risk yönümlü planlaşdırma və fəaliyyətin dayanıqlılıq prinsipləri əsasında daha da təkmilləşdirilməsi üçün təcrübə mübadiləsi aparmaq, öyrənmək və inkişaf etmək baxımından çox dəyərli bir imkandır. Tədbirin məqsədi müasir çağırışlar fonunda risklərin idarə olunması və davamlı inkişaf istiqamətində beynəlxalq əməkdaşlığın gücləndirilməsinə tövbə verməkdir.